Salam əziz şagirdlər. Növbəti video dərsimiz üstü və loqaritmik tənlik və bərabərsizliyə aiddir. Əvvəlcə üstü tənlikdən başlayaq. Üstü tənliklərdə birinci forma a üstü fx bərabərdir a üstü jx olduğu zaman, yəni əsasları eynidirsə, üstündəki ifadələri bir-birinə bərabər götürüb onları həll edirik. Gəlin ona aid nümunələrə baxaq. 3 üstü x topla 2 bərabərdir 3də 1 üstü x minus 3. Əsasların eyni olmağı lazımdır. Ona görə də 3də 1-i 3 üstü mənfi 1 formasında göstəririk və üzərində də x minus 3. Qüvvəti qüvvətə yüksəldəndə qüvvətlər bir-birinə vurulur. Mənfi x üstəgəl 3 formasında yazırıq. Əsaslar eynidirsə üstlər bir-birinə bərabərdir. X topla 2 bərabərdir mənfi x topla 3-ə. X topla x bərabərdir 3 çıxılsın 2-yə. 2x bərabərdir 1-ə. X də bərabərdir 2də 1-ə. Keçək digər tənliyə. 3 üstü 5x topla 14 bərabərdir 81-ə. 81-in 3 üstü 4 olduğunu bilirik. Əsaslarımız eynidir. Üstləri bir-birinə bərabər götürüb həll edirik. 5x bərabərdir mənfi 10-a. X də bərabərdir mənfi 2-yə. Digər nümunəyə baxaq. 5x üstə 1, x üstəgəl 1 bərabərdir 3-cü dərəcədən 25-ə. 3-cü dərəcədən 25-i gəlin yazaq belə. 25 5-in kvadratıdır. O da olacaq 5 üstündə 3də 2. Və əsasları eyni olduğuna görə üstləri bərabər götürüb yazırıq. X topla 1 bərabərdir 3də 2-yə. X də bərabərdir 3də 2 çıxılsın 1. O da verəcək bizə mənfi 3də 1. Digər nümunəyə baxaq. 5də 3 də üstündə 6x minus 7 bərabərdir 3də 5 üstündə 3x topla 1. Əsasları əslində eyni, lakin qarşılıqlı tərs ədədlərdir. Gəlin 3də 5-i 5də 3 formasında göstərək və üstündə də mənfi 1 şəklində. Mənfi 1-i vururuq 3x topla 1-ə və əsasları eyniləşdiririk. 5də 3 üstündə mənfi 3x çıxılsın 1. Əsasları eynidir. O zaman üstündəki ifadələri bir-birinə bərabər götürəcəyik. 6x minus 7 bərabərdir mənfi 3x çıxılsın 1. 9x bərabərdir mənfi 1 üstəgəl 7-yə. 9x də bərabərdir 6-ya. X də bərabərdir 6 böl 9. Yəni ixtisar eləsək 3də 2. Keçək digər nümunəyə. 4-cü dərəcədən kök altında 16 üstü x minus 3 bərabərdir 8 böl kök 2-yə. Burada gördüyümüz bütün ədədləri hər birini 2 qüvvəti şəklində göstərək. 4-cü dərəcədən 2 üstü 4 vurulsun x minus 3 şəklində yazıraq. 8 2-nin kubu, kök altı 2 isə bizə 2 üstü 2də 1-i verəcək. Üstü qüvvət şəklində göstərsək əgər kökü olacaq 2 üstündə 4 vurulsun x minus 3 bölünsün 4. 4-lər getdi, bərabərdir. Böləndə üstlər çıxılır. 2 üstündə 3-dən 2də 1 çıxanda 2 tam 2də 1 olacaq. Əsaslarımız eynidir. Üstləri bərabər götürək. 2 tam 2də 1. X də bərabərdir 5 tam 2də 1-ə. Keçək digər hala. A üstü x bərabərdir b formasında olarsa, x də bərabər olacaq loqaritm a əsasdan b-yə. Bu formada olan üslü tənliklər çox az sayda istifadə olunur. Bir neçə nümunəyə baxaq. 2 üstü x bərabərdir 3-dürsə, o zaman x-ımız olacaqdır loqaritm 2 əsasdan 3-ə. Və yaxud da 3 üstündə 5x topla 14 bərabərdir 81-dirsə, 5x toplanılsın 14 bərabərdir loqaritm 3 əsasdan 81-ə. Loqaritm 3 əsasdan 81-in 4 olduğunu bilirik. Çünki 3 üstü 4 bizə 81-i verir. 5x də bərabərdir. 4-dən 14 çıxanda mənfi 10. X də bərabərdir mənfi 2-yə. Üçüncü növ üslü tənliklərin ümumi formasına baxaq. Ortaq vuruğu mötərizə xaricinə çıxarmaqla üslü tənliklərin həlli. 8 üstü x topla 1 çıxılsın. 5 vurulsun 8 üstü x bərabərdir 24-ə. Hər iki ifadədə 8 üstü x var. Onu ortaq vuruq çıxartsaq 8 minus 5 şəklində yazsaq bərabərdir 24-ə. 8 üstü x də bərabərdir 24-ü 3-ə böləndə 8-ə. X də bərabərdir 1-ə.
Keçək digərinə. 7 üstü x topla 2 plus 7 üstü x topla 1 plus 7 üstü x bərabərdir 49-da 57-yə. Hər üçündə 7 üstü x ifadəsi var. Ortaq vuruq çıxartsaq, olacaq 7 üstü 2 topla 7 üstü 1 topla 1 bərabərdir 49-da 57-yə. 49-un üstünə 7 gələndə 56, üstünə də 1 gəlsək 57 olacaq. 7 üstü x vurulsun 57 bərabərdir 57 bölünsün 49. 57'lər getdi. 7 üstü x bərabərdir. 49'da 1'dirsə, yəni 7 üstü mənfi 2'dirsə, x da bərabərdir mənfi 2'yə. Dördüncü tip misala baxaq. Əvəz etmə üsulu ilə üslü tənliklərin həlli. 2 üstü 2x topla 1 çıxılsın. 9 vur 2 üstü x topla 4 bərabərdir 0 tənliyini həll edin. İlk əvvəl üstləri toplayırıq. Nə vaxt? Əsasları eyni olub vurma formasında olanda. O zaman mən bunu yazacağım. 2 üstü 2x vurulsun 2 çıx. 9 vur 2 üstü x toplanılsın 4 bərabərdir 0'a. Burada uşaqlar 2 üstü x-a bir t əvəzləməsi versək. 2 üstü 2x t'nin kvadratı olacaq. O zaman 2t'nin kvadratı çıxılsın. 9t topla 4 bərabərdir 0'a. Kvadrat tənliyi həll edirik. Diskriminant üsulu ilə, vuruqları ayırmaqla, müxtəlif üsullarla həll edə bilərik. 2t, t, 4, 1. Çarpaz vurub topladığımız zaman mənfi 9t olmalıdır. Hər ikisinin qarşısına mənfi qoyuruq. Bir vuruğumuz 2t çıx 1, digər vuruğumuz t çıx 4 olacaq. Hasil sıfırdırsa hər bir ayrılıq da sıfırdır. O zaman tənliyin köklərindən biri 2-də 1, digər kökü isə 4-də bərabərdir. Aparıb əvəzləmədə yerinə qoyaq. 2 üstü x bərabərdir. 2-də 1'dirsə, x da bərabərdir mənfi 1'ə. 2 üstü x bərabərdir. 4'dürsə, x da bərabərdir 2'yə. Biri mənfi 1, digəri isə 2'dir. Kök altında x-cı dərəcədən 81 minus 82 vurulsun. X-cı dərəcədən 9 üstəgəl 81 bərabərdir 0 tənliyini həll edin. Gəlin əvəzləmə aparaq. X-cı dərəcədən 9 bərabərdir t'yə. Bu isə bizə verəcək t'nin kvadratını çıxılsın 82t üstəgəl 81. Əvəz etmə vuruq Viet teoremi ilə bunu həll eləsək, toplananda 82, vuranda 81 eləyən ədədlər. Biri 81, digəri isə 1 olacaq. O zaman əvəz etmədə yerinə qoysaq, kök altında x-cı dərəcədən 9 bərabərdir 1'ə. Üslü qüvvət formasında yazsaq, 1 bölünsün x bərabərdir 1'dirsə, o zaman x da bərabər olmalıdır 1. Burada 9 üstü 0 bizə 1'i verir. O zaman x da 0 olmalıdır. Belə bir halda ola bilməyəcəyi üçün. Deməli, bu tənliyin həlli yoxdur. Boş çoxluq. Daha sonra 9 üstü 1 bölü x bərabərdir 81'dirsə, 81 9'un kvadratıdır. 1 bölü x bərabərdir 2'dirsə, x da bərabərdir 2'də 1'ə. Və x 2'də 1 ola bilməz. Çünki tənliyin kökü kökün dərəcəsindədir. Kökün dərəcəsi isə 2'dən böyük natural ədədlər olmalıdır. 1 və mənfi ədədlər ola bilməz, kəsr ədədlər ola bilməz. Ona görə də 2'də 1'i ödəməyəcək. Bu zaman bu misalın həlli yoxdur deyirik. Gəlin başqa bir formada olan üslü tənliyə baxaq. 6 üstü x toplanılsın, 3 vurulsun 4 üstü x, çıx 2 vur 9 üstü x bərabərdir 0 tənliyini həll edin. Bu formada olan üslü tənlikləri həll eləyəndə gəlin əvvəlcə belə bir şey yazaq. 6 üstü x-i yazaq 2 vur 3 kimi. O zaman 2 üstü x vurulsun 3 üstü x formasında parçalaya bilərik. Üstə gəl 3 vurulsun 4 üstü x bizə 2 üstü 2x verir. Çıx 2 vurulsun 9 üstü x isə 3 üstü 2x verəcək. Bərabərdir 0'a. Bu tənliyi həll eləməkdən ötürü ya tənliyi hər tərəfini 2 üstü 2x-a ya da ki hər tərəfini bölməliyik 3 üstü 2x-a. Gəlin tənliyin hər tərəfini bölək 3 üstü 2x-a. O zaman olacaq. Alınanları yazaq. Deməli 3 vurulsun. Gəlin bunu birinci yerdə yazaq. 2 üstü 2x böl 3 üstü 2x topla 2 üstü x vur 3 üstü x böl 3 üstü 2x çıx 2. Böləndə 3 üstü 2x var gedir. Bərabərdir 0'a.
Hər ikisini bir qüvvət şəklində göstərək. Məsələn, 3 vurulsun, bu formada yazaq. 3-də 2 üstündə 2x. 3 üstü 2x-dan 3 üstü x ixtisar olunur. 3 üstü 1x qalır. 2 üstü x bölünsün. 3 üstü x çıx 2 bərabərdir 0-a. Deməli, bunu da mötərizə formasında bu şəkildə göstərək. 3 vurulsun. 3-də 2, 2x topla. 3-də 2 üstü x çıx 2 bərabərdir 0-a. Və burada əvəz etməni 3-də 2 üstündə x kimi götürəcəyik. 3-də 2 üstündə x bərabərdir t əvəzləməsi aparsaq, 3t-nin kvadratı üstə gəlinsin t çıxılsın 2 bərabərdir 0-a. 3t, t, 2, 1. Çarpaz vurub toplayanda müsbət t-yə bərabər olmalıdır. Ona görə də mənfini verdik bura. Bir vuruğumuz olacaq. 3t çıxılsın 2. Digər vuruğumuz isə t topla 1. Hasil 0-a bərabərdirsə, hər bir ayrılıqda 0-dır. 3t 2-yə, t isə 2 bölünsün 3-ə. T toplanılsın 1 bərabərdir 0-dırsa, t də bərabərdir -1-ə. Əvəzləmədə yerinə qoyaq. 3-də 2x bərabərdir 3-də 2-dirsə, o zaman x də bərabər olacaq 0-a. 3-də 2 üstündə x bərabərdir -1-dirsə, bu tənliyin həlli olmayacaq. Çünki üslü tənliklər heç vaxt mənfi ədədlərə bərabər ola bilməz. Keçək loqaritmik tənliklərə. Birinci formada olan loqaritmik tənliklər loqaritm a əsasdan fx bərabərdir loqaritm a əsasdan jx. Əsasları eynidirsə, altındakı ifadələr bir-birinə bərabər götürüb həll edirik. Lakin burada diqqətli olunacaq bir məqam var ki, aldığımız qiyməti mütləq loqaritmanın altında yerinə qoymalıyıq. Çünki loqaritmanın biz bilirik ki, altındakı ifadə mənfi ola bilməz. Əsası mənfi ola bilməz. Bunu nəzərdə saxlamaq lazımdır. Baxaq buna. 4 vurulsun LJ x-5 bərabərdir LJ 16-ya. Düzdür, hər iki tərəfdə də əsaslar eynidir. Lakin gəlin belə bir şey eləyək. 16 bizə 2 üstü 4 verir, elə deyilmi? 4 loqaritmanın xassəsinə görə qarşıya gəlsə, 4 LJ 2 olacaq. Hər iki tərəfdə 4-lər olduğuna görə ixtisara gedir. LJ x-5 bərabərdir LJ 2-yə. Əsasları eynidirsə, altındakı ifadələr bir-birinə bərabər götürək. X də bərabərdir 7-yə. Altındakı ifadəni mənfiyə çevirmir. Heç bir problem yaratmadığına görə tənliyin kökü götürə bilərik. Keçək digər misala. LJ 2-də 1 üstəgəl x bərabərdir. LJ 2-də 1 çıxılsın LJ x. İlk əvvəl əsasları eynidir və aralarında çıxma varsa, onları bölmə şəklində göstərəcəyik. 2-də 1 böl x, yəni x aşağıda yazacağım. Hər ikisində LJ olduğuna görə, yəni əsasları 10 olduğuna görə altındakı ifadələri bir-birinə bərabər götürürəm. 2-də 1 üstəgəl x bərabərdir 2x da 1-ə. Hər tərəfi 2x-ə vursaq, olacaq x topla. 2x kvadratı bərabərdir 1-ə. 2x kvadratı üstəgəl x çıxılsın 1 tənliyini həll eləsək, 2x, x, 1, 1. Çarpaz vurub toplayanda müsbət x olmalıdırsa, verək mənfini buna. 2x minus 1, x topla 1. Bərabərdir 0-a. Hasil 0-dırsa, hər bir ayrılıqda 0-dır. 2x 1-ə, x də bərabərdir 2-də 1-ə. X topla 1 bərabərdir 0-a, x də bərabərdir -1-ə. Aparıb -1-i loqaritmanın altında yerinə qoysaq, loqaritmanın altını mənfiyə çevirəcək. Olmaz, kənar kökdür. O zaman cavab yalnız 2-də 1 olur. İkinci formada olan loqaritmik tənliklərdə loqaritm a əsasdan fx bərabərdir b-yə. Buradan fx-i tapanda a üstü b-yə bərabər olacaq. Məsələn, LJ x bərabərdir -2-də 1-ə. LJ loqaritm 10 əsasdan x-dir və -2-də 1-ə bərabərdir. X də bərabərdir 10 üstü -2-də 1-ə. Bir ifadənin üzərində olan mənfi onu tərsinə çevirir. O zaman 1 bölünsün 10 üstü 2-də 1 və bir ifadənin üzərində 2-də 1-in olması onun kök altına salınması deməkdir. İrasionallıqdan azad eləyib də yaza bilərik. Bu formada da saxlaya bilərik. Keçək digər nümunəmizə. Loqaritm 3 əsasdan x üstəgəl 22 üstəgəl loqaritm 3 əsasdan x topla 4 bərabərdir 5-ə. Əsasları eynidirsə, altındakı ifadələri bir-birinə vuracağıq. X üstəgəl 22 vurulsun x üstəgəl 4 bərabərdir 5-ə. O zaman x üstəgəl 22
vur x üstə gəlinsin 4 bərabərdir 3 üstü 5-ə. 3 üstü 5 də bizə verəcək 243-ü. Vurub açaq x kvadratı üstə gəl 4x üstə gəlinsin 22x üstə gəlinsin 88 çıx 243 bərabərdir 0-a. X kvadratı üstə gəl 26x çıx 243-dən 88 çıxsaq 155 bərabərdir 0-a. V7-dən tənliyi həll eləsək, toplayanda mənfi 26, vuranda mənfi 55, 155 eləyən ədədlər axtarırıq. Biri olacaqdı 5, biri olacaq 31. Toplayanda mənfi 26 olması üçün böyüyünə veririk mənfini. Və mənfi 31 aparıb loqaritmanın altında yerinə qoysaq tənliyin kökü ödənməyəcək. Çünki loqaritmanın altı mənfi ola bilməz. O zaman cavabımız olacaqdır 5. Keçirik 3-cü üsula, əvəz etmə üsulu. Əvəz etmə üsulunda da yenə t əvəzləməsi aparıb tənliyi kvadrat tənliyi gətirməklə həll edirik. 3 tam 3-də 1-i 3-də 10 kimi yazaq. LC-X-a bir t əvəzləməsi versək, o zaman LC-X-a bir t əvəzləməsi verdiyimiz zaman t üstə gəl 1 bölünsün t bərabərdir 3-də 10-a. Və hər tərəfi 3t-yə vurub tənliyi kəsirdən azad eləyək. 3t-nin kvadratı üstə gəlinsin 3 çıxılsın 10. T bərabərdir 0-a. 3t kvadratı çıxılsın 10t üstə gəl 3. Diskriminantla vuruqları ayırmaqla həll eləyə bilərik. Mən vuruqları ayıraraq həll eləyəcəm. 3, 1, çarpaz vurub toplayanda mənfi 10 eləməlidirsə, 1 vuruğum 3t minus 1, 1 vuruğum t çıxılsın 3 bərabərdir 0-a. Və 1 kökümüz 3-də 1, 1 kökümüz isə 3-ə bərabərdir. Əvəzləmədə yerinə qoysaq, LC-X bərabərdir 3-ə. Loqaritm 10 əsasdan x 3-dürsə, o zaman x də olacaqdır 10 üstü 3 minə. LC-X bərabərdir 3-də 1-dirsə, loqaritm 10 əsasdan x bərabərdir 3-də 1-ə, x də bərabərdir 10 üstü 3-də 1, yəni 3-cü dərəcədən 10-a. Keçək digər nümunəmizə. Loqaritm 5 əsasdan x üstə gəlinsin. X əsasdan 25-də 1-i 5 üstü mənfi 2 kimi yazsaq bərabərdir 1-ə. Mənfi 2-ni qarşıya ataq. Loqaritm 5 əsasdan x çıx 2 vurulsun. Loqaritm x əsasdan 5 bərabərdir 1-ə. Deməli, 5 əsasdan x-a bir t əvəzləməsi versək, yadınızda saxlayın ki, biri surətdə, biri məxrəcdə olan bütün misalları əvəz etmə üsulu ilə həll eləmək mümkündür. Loqaritm 5 əsasdan x-a bir t əvəzləməsi verək. O zaman t çıxılsın, 2 bölünsün. Bu da bizim 1 bölünsün loqaritm 5 əsasdan x-imizdir, çünki onun tərsidir. 2 böl t bərabərdir 1-ə. Hər tərəfi t-yə vursaq, t-nin kvadratı çıxılsın 2 bərabərdir t-yə. T kvadratı çıx t çıxılsın 2 bərabərdir 0-a. T, 2, 1. Çarpaz vurub toplayanda mənfi t olması üçün 2-yə veririk mənfini. T çıxılsın 2, t topla 1 bərabərdir 0-a. 1 kökümüz 2, 1 kökümüz mənfi 1. Və əvəz etmədə yerinə qoysaq, loqaritm 5 əsasdan x bərabərdir 2-dirsə, x bərabərdir 5 üstü 2, 25-ə. Loqaritm 5 əsasdan x bərabərdir mənfi 1-dirsə, o zaman x də bərabərdir 5-də 1-ə. 5 üstü mənfi 1 eləyəcək, o da 5-də 1-ə bərabərdir. Ortaq vuruğu mötərizə xaricinə çıxartmaqla həll olunan loqaritmik tənliklər. Deməli, loqaritm 2 əsasdan x. 4 əsasdan x-i yazacağıq 2 üstü 2 əsasdan x. 8 əsasdan x-i yazacağıq 2 üstü 3 əsasdan x bərabərdir 11-ə. Deməli, loqaritmanın xassəsinə görə olacaq loqaritm 2 əsasdan x üstə gəl 1 bölü 2. Loqaritm 2 əsasdan x üstə gəl 1 bölünsün 3. Loqaritm 2 əsasdan x bərabərdir 11-ə. Hər üçündə loqaritm 2 əsasdan x olduğunu nəzərə alsaq, onu ortaq vuruq kimi çıxardıram çölə. 1 üstə gəlinsin, 2-də 1, üstə gəlinsin, 3-də 1 bərabərdir 11-ə. 1 üstə gəl 2-də 1, 1 tam 2-də 1, 1 tam 2-də 1-in üzərinə 3-də 1 gəlsək, olacaq 1 tam 6-da 5. 11-ə bərabərdirsə, onda loqaritm 2 əsasdan x 11 bölünsün 1 tam 6-da 5, yəni 6-da 11. Tərsinə çevirib vursaq, 11 düşəcək aşağıya, 6 yuxarıya. Loqaritm 2 əsasdan x bərabərdir
6'ya, x də bərabərdir 2 üstü 6'ya, yəni 64'ə. Üçüncüsü, hər tərəfi loqaritmləməklə loqaritmik tənliklərin həlli. Deməli, x üstündə 1 topla loqaritm 2 əsasdan x bərabərdir 4'ə. Hər tərəfi loqaritm 2 əsasdan loqaritmləyək. X üstə 1 topla loqaritm 2 əsasdan x bərabərdir loqaritm 2 əsasdan 4'ə. Hansı əsasdan loqaritmləyəcəyimizi deməli, misalın özündən təyin edirik. Əgər bizdə 2, 4, 3, 9, 5, 25 formasında ədədlər verilibsə, ona uyğun olaraq ayaq uydururuq. Məsələn, 2 əsasdan 4-dürsə, o zaman olacaqdır 2 əsasdandır. Burada 4 verilibsə, hər tərəfi 2 əsasdan loqaritmləyəcəyik. 3 əsasdan və yaxud da burada 9 verilibsə, o zaman 3 əsasdan, həmçinin LJ verilib, onunla ifadə eləsə, 10 əsasdan. Loqaritm 2 əsasdan 4 bərabərdir 2'yə və x-in üzərindəki qüvvəti gətirəcəyik loqaritmanın xassəsinə görə qarşıya. 1 üstəgəl loqaritm 2 əsasdan x vurulsun loqaritm 2 əsasdan x bərabərdir 2'yə. Vurub açıb sadələşdirək. Loqaritm 2 əsasdan x üstəgəl loqaritm 2 əsasdan x-in kvadratı bərabərdir 2'yə. Deməli, loqaritm 2 əsasdan x-i bir t əvəzləməsi versək, t-nin kvadratı üstəgəl t çıxılsın 2 bərabərdir 0'a. t, 2, 1. Çarpaz vurub toplayanda -1 olmalıdır. Deməli, müsbət t-yə, yəni viet ilə getsək -1, çarpaz vurma ilə getsək müsbət t-yə gəlməlidir. O zaman verək mənfini. Buna bir vurğumuz olacaq t topla 2, digər vurğumuz olacaq t çıx 1 bərabərdir 0'a. Hasil 0'a bərabərdirsə, hər biri ayrılıqda 0'dır. T bərabərdir -2'yə, t bərabərdir 1'ə. O zaman loqaritmanı əvəzləmişdik. Loqaritm 2 əsasdan x bərabər olacaqdır 1'ə, x də bərabərdir 2 üstü 1'ə, yəni 2'yə. Loqaritm 2 əsasdan x bərabərdir. Deməli, digər kökümüz -2 idi. X də bərabər olacaq 2 üstü -2'yə, yəni 1 bölünsün 4'ə. Üstü və loqaritmik bərabərsizliklərə baxaq. Üstü bərabərsizliklərdə də, loqaritmik bərabərsizliklərdə də ilk öncə baxacağıq loqaritmanın və üstü bərabərsizlikdə əsasların birdən böyük və yaxud da ki 0-1 aralığında olduğuna. Əgər bizim əsasımız birdən böyükdürsə, o zaman bu funksiya artandır və o zaman bu funksiyada bərabərsizliyin işarəsinə toxunmuruq. Tənlikdə olduğu kimi eyni qayda ilə davam edirik. Lakin 0-1 aralığında yerləşirsə əgər bizim əsasımız, o zaman mütləq o işarə, yəni misalın özündəki işarəni, bərabərsizliyin işarəsini əksinə dəyişmək lazımdır. Baxaq birinci nümunəyə. 5 üstü 2x topla 1 böyükdür 25'dən. O zaman 25'i də gətirsək, 5 əsasa böyükdür 5 üstü 2'dən. 2x topla 1 böyükdür 2'dən. 2x böyükdür 1'dən. X də böyükdür 2'də 1'dən. O zaman misal olacaqdır 2'də 1 müsbət sonsuzluq. Keçək digərinə. 0,9 üstündə x kiçik bərabərdir 81'də 100 formasında yazıram. 81'də 100 də bizə verir 9'da 10'un kvadratını. Bu isə verir bizə 10'da 9 üstü x-i. Bu 9'da 10'un kvadratını. Hər ikisini eyniləşdirməkdən ötürü bunu da yazaq 0,9 üstü -2. Əsasımız 0-1 aralığında yerləşdiyinə görə ortadakı işarəni kiçik bərabərdir yox, böyük bərabərdir formasında yazırıq və x böyük bərabərdir -2'dən. Yəni cavab -2 müsbət sonsuzluq olacaq. Keçək digər nümunəyə. 7 üstü x vurulsun 3 üstü x. Üstəgəl 1'i vur 3 formasında yazacağım. 7 üstü x vur 3 üstü x bizə 21 üstü x'i verir. Böyükdür. 63'ü 3'ə böləndə 21. X də böyükdür 1'dən. 1 müsbət sonsuzluq olacaq. 5 üstü 4x minus x kvadratı. 125'i isə 5 üstü 3 şəklində yazsaq, əsaslar eynidir, 1'dən böyükdür, bərabərsizliyin işarəsinə toxunmuruq, üst olacaqdır 4x minus x kvadratı, böyük bərabərdir 3'dən. -x kvadratı üstəgəl 4x çıxılsın 3, böyük bərabərdir 0'dan. Hər tərəfi mənfiyə vursaq,
x kvadratı çıxılsın 4x topla 3 kiçik bərabərdir 0-dan. Bərabərsizliyi həll eləyək. X 3, 1. Çarpaz vurub toplayanda mənfi 4x olmalıdır. Bir vuruğum x minus 3, digər vuruğum x minus 1. Kiçik bərabərdir 0-dan. Ədəd oxunu çəkdim. Bir vuruğum 1, digəri 3. Hər ikisini alır, qaralayırıq. İnterval üsulu ilə həll eləsək, müsbət, mənfi, müsbət. 0-dan kiçik aralıq isə olacaqdır 1, 3 aralığı. 4 üstü x minus 1 çıxılsın 2 üstü x kiçikdir 1 tam %25'dən. 4 üstü x bölünsün 4 şəklində yazırıq və kiçikdir 1 tam %25'dən. Hər tərəfi 4'ə bölsək olacaqdır 4 üstü x çıxılsın 4 vurulsun 2 üstü x çıxılsın 4'ü də 1 tam %25'ə vuranda 5 kiçikdir 0'dan. 2 üstü x-a bir t əvəzləməsi versəm t'nin kvadratı çıx 4t çıx 5 kiçikdir 0'dan. T, 5, 1. Çarpaz vurup toplayanda mənfi 4t olsun diye buna verdik mənfini. Vurğum olacaqdı t minus 5, t topla 1. Kiçikdir 0'dan. Bir vuruğum mənfi 1, digər vuruğum 5. İşarə təyin eləyirəm. Müsbət, mənfi, müsbət. Bizdən 0'dan kiçik aralığı istəyir. Mənfi 1, 5 aralığı. Daha sonra əvəzləmədə yerinə qoyacağıq. Əvəzləmədə yerinə qoysaq 2 üstü x mənfi 1'dən zaten böyükdür. 2 üstü x kiçikdir 5'dən. X da kiçikdir. Loqaritm 2 əsasdan 5'dən. Keçək digər nümunəmizə. 5 üstündə 4 bölünsün x çıx 2 bölünsün x minus 10 kiçikdir 0'dan. Biz bilirik ki üslü funksiya zaten müsbət bir anlayışı verir bizə. Sadəcə olaraq üslü funksiyanın məxrəcində 0 ola bilməz. Ona görə də x 2'dən fərqlidir deyə qeyd eləyirik. Müsbət bir ədədi mənfi bir ədədə bölsək 0'dan kiçik olacaq. X çıxılsın 10 kiçikdir 0'dan. X da kiçikdir 10'dan. Cavab 10'dan kiçik. Lakin 2'ni almır olacaqdı. Bura 1, 2'ni kənarlaşdırırıq. Mənfi sonsuzluq 2 birləşir 2 10 aralığı. Keçək digər nümunəmizə. 7'də 3 üstündə x kvadratı çıxılsın 8x. Bu da verəcək bizə 9'da 49 üstündə 14 çıxılsın 4x. 9'da 49 3'də 7'nin kvadratıdır. Onu 7'də 3 şəklində yazsaq və yaxud da ki gəlin 3'də 7 formasına çevirək bunu. Fərqi yoxdur, hansı formada istəsəz yaza bilərik. 7'də 3 üstündə yazsam mənfi 2 olmalıdır. Mənfi 2'ni 14'ə vursaq mənfi 28, mənfi 2'ni mənfi 4'ə vursaq müsbət 8x. Əsasları eynidir, sadəcə olaraq 0-1 aralığında yerləşdiyinə görə üstündəki ifadədə kiçikdir yazmalıyıq, böyükdür yox. Kiçikdir mənfi 28 üstə gəlinsin 8x-dan. Keçirək bərabərliyin soluna. X'in kvadratı çıxılsın 16x üstə gəl 28 kiçikdir 0'dan. Toplayanda 16 vuranda 28 eləyən ədədlər 14 2 hər ikisinə mənfi veririk. Daha sonra bir vuruğum olacaq x minus 14 digər vuruğum olacaq x çıx 2 kiçikdir 0'dan. Ədəd oxunu çəkirəm. Bir vuruğum 2 digər vuruğum 14. İntervallar müsbət, mənfi, müsbət. 0'dan kiçik aralıq lazımdır. 2-14 aralığı olacaq. 8/6 üstündə x kvadratı üstə gəl 3x çıxılsın 10 bölünsün x minus 3 kiçik bərabərdir 1'dən. Deməli, burada sağ tərəfdəki 1'i biz 8/6 üstü 0 şəklində yaza bilərik. Əsasları eynidir. Üstündəki ifadələri qeyd eləyək. X'in kvadratı üstə gəlinsin 3x çıxılsın 10 böl x minus 3 kiçik bərabərdir 0'dan. Və bu bərabərsizliyi həll eləyirik. Yuxarının vuruqları ayıracağıq. X minus x topla 5 və x minus 2 yuxarının vuruqları, aşağıda da x minus 3. Kiçik bərabərdir 0'dan. Rasional bərabərsizlikdir. İntervallar üsulu ilə həll eləyirik. Mənfi 5 alır. 2 alır. 3'ü isə məxrəcdədir deyə almır. İntervallar qurduq. 3'dən böyük qiymət götürəndə müsbət, istisna hal olmadığına görə müsbəti mənfi, müsbət, mənfi olaraq davam elətdiririk. 0'dan kiçik aralıq. Mənfi sonsuzluq, mənfi 5 birləşir 2, 3 aralığı.
İndi isə keçək loqaritmik bərabərsizliklərə. Həmçinin bunun üçün də eyni formada qayda keçərlidir. Əgər əsas 1-dən böyükdürsə, o zaman deməli neynirik? Əsas 1-dən böyük olduğu zaman bərabərsizliyin işarəsinə toxunmuruq. Əgər əsas 1-dən kiçikdirsə, 0-1 aralığındadırsa, o zaman ortadakı işarəni əksinə dəyişməliyik. Burada əsas 1-dən böyük olduğuna görə işarə böyükdür olaraq qalacaq. 3x çıxılsın 11 böyükdür 2 üstü 4-dən. 3x böyükdür 16-nın üzərinə 11 gələndə eləyəcək 27. 27 də bizə 3 üstü 3-ü verir. X də böyük olacaq 3-dən. Digər misalda hər ikisinin əsasları eynidir və loqaritm A əsasdan 3-ü loqaritm A əsasdan 5-dən böyük götürüb. Normalda 3 5-dən kiçikdir, lakin bunlar əksinə götürüblər. 3-ü 5-dən böyük götürüblərsə, deməli bizim əsasımız necə olub? 0-1 aralığında olub ki, işarəni dəyişiblər. Keçək digərinə. Loqaritm yox, LC veriblər. Deməli 10 əsasdandır. 10 əsas da bizə nəyi verir? 1-dən böyük ədədi verir. Bərabərsizliyin işarəsinə toxunmuruq. X kvadratı çıx 8, x üstə gəlinsin 25. Kiçik bərabərdir 10 üstü 1-dən. Yəni o da 10 eləyəcək. Keçiririk bu tərəfə. X kvadratı çıxılsın 8x. 10 da bu yönə keçirəndə üstə gəl 15. Kiçik bərabərdir 0-dan. X. Deməli 5, 3 çarpaz vurub toplayanda eləməlidir. Nə? -8. Ona görə vuruqlarımızın biri x minus 5, digəri x minus 3. Kiçik bərabərdir 0-dan. Ədəd oxunu çəkirəm. 3, 5. İnterval qururam. Müsbət. Hər ikisini alır. Mənfi, müsbət. Cavab 3-5 aralığı olacaq. Və 3-5 aralığındakı ədədləri biz burada yerinə qoysaq, baxaq görək onu mənfiləşdirirmi? Məsələn, ən minimum 3-ü qoyduğumuz zaman 3-ün kvadratı 9, 3 vur 8, 24. 9-dan 24 çıxsaq, yox, mənfiyə çevirmir. Böyük 5-i kvadratında qoysaq, məsələn, 5-in kvadratı 25 eləyəcək, 25-lə 25, 50, ödəyir. Yəni, buradakı ifadəni mənfiyə çevirmədiyi zaman cavabı götürə bilərik. Keçək digərinə. 0,2 əsasdan 0,1. İlk növbədə bunun işarəsini bilməliyik. Əgər loqaritmanın əsası və altındakı ifadə hər ikisi eyni zamanda 1-dən böyükdürsə və 0-1 aralığındadırsa, o zaman cavab müsbət. Əgər biri 1-dən böyük, biri 1-dən kiçik olarsa, cavab mənfi olacaq. Burada isə hər ikisi 0-1 aralığında olduğuna görə cavab müsbətdir. Ona görə də bu müsbətdirsə, bu mənfi olmalıdır ki, cavab mənfiyə geçsin. Loqaritm 2 əsasdan 4 çıxılsın 2x kiçikdir 0-dan. Əsasımız 1-dən böyükdür. 4 çıx 2x kiçikdir 2 üstü 0-dan. Mənfi 2x kiçikdir 1-dir. 1-dən 4 çıxanda mənfi 3. X da böyükdür 1,5-dən. Və eyni zamanda bunun altındakı ifadədə müsbət olduğunu nəzərə alsaq, yəni 0-dan böyük olduğunu nəzərə alsaq, onu da mütləq nəzərə almalıyıq. 0-dan böyükdür. Mənfi 2x böyükdür. Mənfi 4-dən x da kiçikdir 2-dən. Deməli 1,5-dən böyük, 2-dən də necə olmalıdır? Kiçik. 1,5, 2 aralığı. Keçək digər nümunəyə. Fx bərabərdir loqaritm 3/1 əsasdan x minus x kvadratının təyin oblastını soruşur. Təyin oblastı x-in aldığı qiymətlərdir və loqaritma kökün altındadır. İlk növbədə loqaritma kökün altındadırsa, x minus x kvadratı böyük bərabərdir 0 yazmalıyıq. Deməli 0-dan böyükdür və bu 0-1 aralığındadır. Bu 0-1 aralığındadırsa, bu da 0-1 aralığında olmalıdır ki, cavabımız müsbətə getsin. Yəni x çıxılsın x-in kvadratı necə olmalıdır? 0-dan böyük və 1-dən kiçik. 0 ola bilməz, 1 ola bilər. Deməli, x çıxılsın x-in kvadratı kiçikdirsə 1-dən, hər tərəfi mənfiyə vuraq və 1 də bu tərəfə keçirəndə müsbət 1 kiçikdir 0 olacaq. Diskriminantı mənfi olduğuna görə bu bərabərsizliyin həlli yoxdur. O zaman x çıxılsın x kvadratı böyükdür 0 bərabərsizliyini həll eləyirik. X-i çıxartdıq. 1 minus x böyükdür 0-dan. Ədəd oxunu çəkirik. 1 və 0 qiymətlərini qeyd eləyək. Mənfi ilə başlayacaq, müsbət mənfi olaraq davam eləyir. 0-1 aralığı olacaqdır cavabda. Keçək digər nümunəmizə. Loqaritm 4 əsasdan 4 çıxılsın 2x kiçikdir 2-dən. Əsasımız 1-dən böyükdür. 4 çıx 2x kiçikdir 4 üstü 2-dən, yəni 16-dan. Mənfi 2x kiçikdir 12-dən. X da böyükdür. Hər tərəfi mənfiyə böləndə işarələr dəyişir. Mənfi 6-dan. Eyni zamanda loqaritmanın altındakı ifadəni də 0-dan böyük götürməliyəm. Mənfi
2x böyükdür mənfi 4-dən, x də böyükdür 2-dən. Eyni zamanda həm mənfi 6-dan böyük olmalıdır, həm də 2-dən böyük olmalıdır. Daha doğrusu mənfi 2-yə böləndə buradan kiçik olur. Mənfi 2-yə böləndə kiçik olduğuna görə mənfi 2x böyükdürsə mənfi 4-dən, x da kiçikdir 2-dən. 2-dən kiçik mənfi 6-dan böyük. O zaman cavabımız mənfi 6, 2 aralığı olacaqdır. Loqaritmik bərabərsizliyə aid də bu qədər. Dərsimiz bitdi.